Axşamınız xeyir, mənim sualım belədir. Xanım Zəhranın qatilləri ona zülm edəndən sonra tövbə etdilərmi günahları üçün? Heç bir zaman tövbə etmədilər və xanım Fatimə Zəhran da vəsiyyət elədi, onlar mənim namazımda da iştirak etməsinlər. Baxın, hətta xanım Fatimənin son günləridir, gəldilər Əmirul Möminini vasitə etdilər ki, xanım Fatimə Zəhranı görsünlər. O rivayətdə ki, sünnilərin öz kitablarında, öz qaynaqlarına gəlib, xanım Fatimə Zəhra onların salamını da almadı, cavab vermədi. Müsəlmanın salamının alması vacibdir. Xanım Fatimə Zəhra onların salamını almadı. Niyə Peyğəmbərin yeganə qızı vəsiyyət edir, gecənin qaranqılıqlığında məni dəfn etkinə? Günüz yox. Niyə vəsiyyət edir o insanlar ki, Peyğəmbərdən sonra özlərini rəhbər bildilər, deyir ki, onlar mənim namazımda da iştirak etməsinlər, mənim dəfn olmağımda da iştirak etməsinlər. Əgər istəyirlər tövbə etsinlər, xanım Fatimə Zəhranın haqqın fədəki qəsb eləmiş elə onu verirdilər. Bəli, Əbu Bəkirdən, birinci xəlifədən sünnilərin öz kitablarında gəlib, qaynaqlarındadır ki, dedi, mən neçə iş görmüşəm, kaş görməmiş olaydım, demir, tövbə elədim. Bir növ peşmançılıq idi. O da zahiri peşmançılıq. O da deyir, kaş xanım Fatimə Zəhranın evinə biz hücum etməydik. Bu özü deyir, kaş eləməmiş olaydım bu işi. Olmasaydı niyə peşmançılıq deyirdi. 100% tövbə etmədilər, tövbənin yolu var. O tövbə buydu ki, haqqı yerək haqqın eyisinə verəydilər, haqqın savına verəydilər, sonra tövbə eləyirlər. Bunların heç biri olmaz.